Narsistlər biznesdə daha uğurlu olur. Psixoloqların apardığı yeni araşdırma göstərib ki, qaranlıq triada adlandırılan şəxsiyyət xüsusiyyətləri, narsisizm, makiavellizm və psixopatiya sahibkarlıq meyilləri ilə əlaqəlidir. Nəticələr Acta Psychologica jurnalında dərc olunub. Tədqiqatda İspaniyadan 591 nəfər iştirak edib. Onların əksəriyyəti muzlu çalışanlar olub. Yaş ortalaması isə 45-dir. İştirakçıların sahibkarlıq potensialı və böyük beşlik şəxsiyyət modeli üzrə göstəriciləri qiymətləndirilib. Həmçinin Dirty Dozen testi ilə qaranlıq xüsusiyyətləri ölçülüb. Araşdırmaya görə yeni təcrübələrə hazır olan şəxslər sahibkarlığa daha çox meyllidir. Qaranlıq triada daxilində ən güclü proqnozlaşdırıcı amil narsisizm olub. Psixopatiya daha zəif göstərici sayılsa da, riskə meyil və cəsarətli qərarlar biznesdə daha faydalıdır. Makiavellizm isə yekun modeldə əhəmiyyətli rol oynamayıb. Alimlər hesab edir ki, sahibkarlıq ruhu sadəcə peşə seçimi deyil, sabit xarakter xüsusiyyətidir.